Salam dostlar, kanalımıza xoş gəlmisiniz. Bizim kanalımızda konstruksiya və tikiş barədə faydalı məlumatlar olacaq. İlk növbədə ölçülərin götürülməsi barədə məlumat verəcəm. Ölçü götürmək üçün hər hansı bir lenti bədənin ən incə hissəsinə, yəni təbii bel xəttinə bağlayırıq. İlk növbədə sinə dairəsini ölçməklə başlayırıq. Sinə dairəsini sinənin ən hündür yerindən ölçürük. Ölçü götürərkən nəzərə almalıyıq ki, bədənlə santimetr arasında bir barmaq qədər məsafə qalmalıdır. Bel dairəsini lentin üzərindən ölçürük. Çanaq dairəsini oturan hissənin ən hündür yerindən ölçürük. Sinə hündürlüyünü ölçmək üçün santimetri çiynin ortasından yerləşdiririk. Sinənin ən hündür yerinə qədər olan məsafəni ölçürük. Ön bədən uzunluğunu ölçmək üçün santimetri boynun dibindən yerləşdiririk. Sinənin ən hündür yerindən keçirərək bel xəttinə qədər olan məsafəni ölçürük. Ön genişlik ölçüsünü ölçmək üçün bir qol dibindən digər qol dibinə qədər olan məsafəni ölçürük. Arxa bədən uzunluğunu ölçmək üçün santimetri boyundan yerləşdiririk, bel xəttinə qədər ölçürük. Arxa genişliyi ölçmək üçün kürəkdə bir qol dibindən digər qol dibinə qədər olan məsafəni ölçürük. Çiyin enini ölçmək üçün santimetri boynun dibində yerləşdirib çiyinin sonuna qədər olan məsafəni ölçürük.